Prezident və hökumətimizin siyasətinə uyğun olaraq bir vətəndaş, bir müəllim, əksəriyyəti ana olan bir kollektiv kimi bu ili şəhid ailələrinə həsr etmək, Samıqda yaşayan şəhid ailələrinə baş çəkmək, şəhid məzarlarına ziyarət etmək, onları unutmadığımızı, onlara olan minnətdarlıq duyğumuzu bildirmək üçün valideynləri, xanımları, evlatları ilə görüşmək qərarına gəldik. Və boynuma alıram ki, mən 2023-cü ilin sentyabrına qədər heç bir şəhid ailəsində olmamışdım. Təsadüfən onların heç biri ilə qabaqcadan tanış değildim deyə bilirdim ki, mən ora getməsəm də heç kimin gözü məni axtarmayacaq. Amma getsəm, sanki hamı mənə baxacaq və mən bu baxışlardakı tənənin altında əziləcəm. Özümü bütün bu olanlara görə günahkar sayırdım. Çünki mən qaçqın olmasam da bir Qarabağlı idim və sanki Qarabağda baş verənlərin hamısına cavabdeh idim. Lakin 2023-cü ilin sentyabrında artıq gizlənməyə yerim qalmadı. Şəhid olan sevimli müəllim yoldaşım Pərvanənin qardaşı idi. Özümü toplayıb bir axşam onlara getdim. Gördüyüm mənzərə məni çox sarsıtdı. Divardan Sənanın böyük toy şəkli asılmışdı. Ana otağın baş tərəfində oturub, ətrafına oğlunun cürbəcür çərçivəyə salınmış şəkillərini düzmüşdü. Bu mənzərə mənə başdan başa bir ana çarəsizliyini ilə təcəssüm etdirdi ki, uzun müddət özümü ələ ala bilmədim. Bu, yeganə oğlunu itirib, daşlardan, şüşələrdən özünə oğul düzəldən bir ana tablosu idi. Bu, şəkillərlə özünü aldadan, öz-özünü ovdan bir ana portreti idi. Bu, o ana idi ki, cismi burada şəkillərə sarılıb, ruhu isə göylərdə, oğlunun yanında pərvaz edirdi. Sonra gördüm ki, bütün analar ətraflarına beləcə şəkillərlə sarıblar. Balalarına xüsusi otaq ayırıblar, hətta bəziləri ayrıca otaq da tikdiriblər. İndi isə təzə şəkil formaları tapıblar. Şəkil elə yığırlar ki, sanki şəhidlə birlikdə bir yerdədirlər, əl-ələ tutublar. Bütün bunlar o anaları, yarları nə dərəcədə ovundurur, nə qədər təskinlik verir bilmirəm. Amma mən başa düşdüm ki, daha gizlənmək olmaz. Əksinə bu anaların yanında olmaq lazımdır. Çünki bütün bu şəkillər, otaqlar, güşələr o zaman təsəlli olar ki, onları ziyarət edən olsun. Bu anaları, ailələri yada salan olsun. Və hər kəs, xüsusən də biz analar, ömür yetdikcə